Uşaqlıqda yaşanan emosional laqeydlik, yəni valideynin diqqətsizliyi, duyğusal qayğısızlığı insanın beyin inkişafına, bağlanma tərzinə və şəxsiyyət strukturuna birbaşa təsir edir. Belə uşaqlar yetkinlikdə davranış, duyğu tənzimləməsi və münasibət qurma sahəsində çətinliklər yaşayırlar çox zaman. Məsələn, bağlanma pozuntuları yaşayırlar. Yetkinlikdə duyğularını bastırma, başqalarından hədsiz dərəcədə təsdiq və sevgi axtarma, tərk edilmə qorxusu ilə yaşama, eləcə də münasibətlərdə itələmə, çəkinmə kimi davranışlar müşahidə olunur. Bu, emosional uzaqlıq və ya emosional asıllıq kimi də görünə bilir. Duyğu tənzimləməkdə çətinliklər çəkirlər. Sevgi və diqqət uşağın limbik sistemini tənzimləməyə kömək edir. Bu təcrübə olmadıqda isə stres qarşısında tez qırılma, ani partlayışlar və ya donma yaşayırlar. Həmçinin empatiya çatışmazlığı və ya həddindən artıq empatiya reaksiyası göstərə bilirlər. Valideyn sevgisizliyi uşaqda mən günahkaram, kifayət qədər yaxşı deyiləm inancını yarada bilir. Nəticədə yetkinlikdə aşağı özgüvən, mükəmməllikçilik, başqalarını məmnun etməyə yönəlmiş davranışlar və özünü sabotaj meylləri görünə bilir. Bu, münasibətləri pozmaq, fürsətləri dəyərləndirməmək və sağlam olmayan seçimlər etmək şəklində üzə çıxa bilir. Emosional boşluğu doldurmaq üçün spirt, nikotin, yemək, sosial media, iş və ya romantik münasibətlərdən asıllıq da formalaşa bilir. Proses uzun müddətli olsa da dəyişmək mümkündür. Dəyişmək deyərkən, yəni beynin təhlükəsizlik sistemini yenidən qurmaq və mən sevilməyə layiqəm inancını tədricən bərpa etməkdir. Paradoksal olsa da, bu insanlar çox zaman dərin müşahidə gücünə, empatiya qabiliyyətinə və daxili gücə sahib olur.